belə gələcək. Onun sağlam olması lazımdır. Əgər sən mikrob daşıyırsansa, onu da həyat yoldaşını ötürürsənsə, bəs oradan olan uşaqlar da xəstə olacaq. Bu birbaşa sağlamlıqla, gələcək nəslin sağlamlığı ilə əlaqəli olan bir məsələdir. Ona görə belə məsələdə şıltaqlıq eləmək olmaz. Hə, mən qorxuram, birdən ora çöp salanlar. Bunlar hamısı boş-boş şeylərdir. Ola bilər, biraz çöp salanda ağrıla bilər, biraz sidiyə gələndə yandıra bilər. Bunlar keçici şeylərdir. Heç kim şükür Allah'a ki ondan ölməyibdir. Ona görə belə şeylərdən narahat olmayın. Həkim deyəndə çəkinməyin. Gəlin yaxma verin. Yaxma ilə yoxlanın. Və yaxma götürülür 2 dəfə. Bir götürülür ümumi yaxma üçün. Bir də götürülür həmən o dediyim ağır mikroblar, xlamidioz, mikoplazmoz, ureoplazmoz. Bunlar 5 dənə mikrobdur. Xlamidiozdur, bir də ureoplazma ilə mikoplazmanın hərəsinin 2 ştamıdır. Bunlar yoxlanılır. Bunlar çox vacib infeksiyalardır. Və onlar tapılıb, əgər varsa müalicə olunmalıdır. Müalicəsi də uzun çəkir. Çünki bunlar tam bakteriya deyil. Bunlar yarı virus, yarı bakteriya. Yəni belə deyək də, biraz davamlı, dözümlü canlılardır. Və onların ziyan vurmağı da çox olur. Onların özünü hiss etdirməyi də olmur. Yəni onlar hiss olunmur əksər hallarda. Ona görə mütləq və mütləq müayinə olunursunuzsa, söhbət getmir harda, mənim yanımda ya başqa həkimin yanında. Həmişə çalışın ki, yəni həkim sizə təklif edəndə ki, yaxmadan götürək, qaçmayın bundan, qorxmayın bundan, ürəkli olun, qoy yaxma ilə verin, qanla və sidi ilə verilən analizlər, sperma ilə verilən infeksiya analizləri dəqiq olmur. Ona görə ən məsləhəti uretra, yəni kanal, sidi kanalının içindən fırça ilə götürülən sıyrıntı dəqiq göstərir. Həm PCR şəklində bu analizlərin növləri var. PCR var, əkmə var. Bu ikisinin də içində ən dəqiqi PCR. Düzdür, PCR biraz bahalıdır. Amma daha dəqiq göstərir. Gen səviyyəsində, yəni molekulyar səviyyədə bu mikrobun olub olmamağını orada göstərir. Ona görə analizlər və yəni burada mən istəyirəm ki, insanların biraz bilikləri artsın bu sahədə. Yəni analiz verərkən belə şeylərdə diqqət